Salam şagirdlər və müəllimlər. Bugün biz tanışırıq Göytürk dövlətindən, Göytürk xaqanlığından. Əvvəlcə qeyd edirik ki, Göytürklər Hun mənşəli Aşina nəslindən olublar. Onlar Böyük Hun dövlətinin, yəni Asiya Hun dövlətinin parçalanmasından sonra bilirik ki, bir hissəsi Mərkəzi Asiyada qalmış, Çinin əsarəti altına düşmüşdü Şərq Hunları və onlar daha sonra burada yaranmış Rujan Avar dövlətinə tabe olmuşdular. Hansı ki, bu dövlət 5-ci əsrin ortalarında yaranmışdı. 552-ci ildə isə Aşina nəslinin başçısı Bumın Xaqan Rujanlara qarşı üsyan qaldırır və onları məğlubiyyətə uğratmış olur. Və bundan sonra paytaxtda ötkən olan 1-ci Göytürk dövlətinin əsasını qoyur. Dövlətdə Xaqandan sonra ikinci şəxs Yabqu adlanırdı. Yabqu hakim sülalədən ibarət olmalı idi. Yəni, hakim sülalədən olan şəxslər Yabqu təyin olunurdular. Bumın Xaqanın dövründə İstəmi xan Yabqu idi və dövlətin qərb hissəsini idarə edirdi. Türk adını rəsmi olaraq qəbul etmiş ilk dövlət Göytürk dövlətidir. Bumın Xaqandan sonra hakimiyyətə Muğan Xaqan gəlir, 553-572-ci illərdə hakimiyyətdə olub. Göytürk dövləti bu dövrdə ən qüdrətli dövrünü yaşayırdı. Atası kimi, yəni Bumın Xaqan kimi Rujanlara qarşı mübarizə aparıb və onları qovulmasına, yəni öz ərazilərindən qovulmasına nail olub. Onun dövründə, Muğan Xaqanın dövründə Çin asılı hala salınıb, qərb hissəni yenə də İstəmi Yabqu idarə edirdi. Yəni, bu oxşar cəhətdir. Həm Bumın Xaqanın dövründə, həm Muğan Xaqanın dövründə Yabqu İstəmi xan idi və ölkənin qərb hissəsini idarə edirdi. Və Muğan Xaqanın zamanında 567-ci ildə Sasanilərlə birləşib Axun dövlətini süquta uğradıblar. Axun dövlətinin şərq qonşusu Göytürklər, qərb qonşusu isə Sasanilər idi və onlar birləşib Axun dövlətini süquta uğradıblar və bu zaman Xarəzm Göytürklərin əlində qalıbdır. Sasanilərlə münasibəti pisləşir daha sonra. Niyə görə? İndi müttəfiq idilər, Axunları süquta uğratdılar, ancaq sonra münasibətləri pisləşdi. Çünki Sasanilər Göytürklərin ticarət yollarını məhdudlaşdırırdı və eyni zamanda Göytürklər Sasanilərdən tələb edirdilər ki, vaxtilə Axunlara vermiş olduğu vergini, yəni Sasanilərin verdiyi vergini, indi Axunlara versin. Daha doğrusu Göytürklərə versin və təbii ki, Sasanilər də bunu qəbul etmir və onlar mübarizəyə başlayırlar. Bu mübarizədə Göytürklər qalib gəlib, Sasanilərin tərkibində olan Sagliana vilayətini ələ keçirmiş olurlar. İstəmi Yabqu, Muğan xanın, belə deyim də, Xaqanın göstərişinə əsasən Bizansa qarşı uğurlu müharibə aparıbdır. Amma Sasanilərin ortaq düşmən olmasına görə onlar daha çox diplomatik əlaqələrə üstünlük veriblər. İstəmi Yabqu Xəzərləri tabe edibdir. Muğan Xaqanın və İstəmi Yabqunun vəfatından sonra isə 1-ci Göytürk dövləti zəifləməyə başlamış oldu. Səbəb nə idi? Anası Çinli olan şahzadələr Çinə yaxınlaşırdılar və digər tərəfdən burada, yəni türklərə yad olan buddizmin yayılması ilə əlaqədar dövlət zəifləməyə başladı. Və nəticə etibarilə 588-ci ildə iki hissəyə parçalandı. Qərbi və Şərqi Göytürk dövlətinə parçalandı. Məsələn, eramızdan əvvəl 58-ci ildə Böyük Hun və yaxud da Asiya Hun dövləti iki hissəyə parçalanmışdı, Qərbə və Şərqə. 588-ci ildə isə Göytürk dövləti parçalanmış oldu. Şərqi Göytürk dövləti 7-ci əsrin 30-cu illərində, Qərbi isə 7-ci əsrin 50-ci illərində Çinlilər tərəfindən işğal edilmiş olur. 639-cu ildə Çin işğalına qarşı Kürşadın rəhbərliyi ilə üsyan olur. Lakin Kürşad müstəqilliyini, belə deyim, bərpa edə bilmir və o məğlubiyyətə uğramaq məcburiyyətində qalır. Ancaq 682-ci ildə Qutluk xanın rəhbərliyi ilə başlayan üsyanda isə onlar qalib gəlirlər və nəhayət Çin əsarətinə son qoyulur və paytaxtda yenə də ötkən olan 2-ci Göytürk dövlətini yaratmış olur Qutluk xan. O özünə İltəris adını qoyur. İltəris, yəni elin xilaskarı mənasını verən İltəris adını qəbul edir. Və bu İltəris xanın dövründə, Xaqanın dövründə Tonyukuk, hansı ki, türklərin onu Bismarckı adlandırırdılar. Türklərin Bismarckı, Tonyukuk da vəzir idi, onunla birlikdə dövləti idarə edirdilər. İltəris Xaqan, yəni bu Qutluk xan 682-92-ci illərdə hakimiyyətdə olub. O, əvvəlki xaqanlardan fərqli olaraq, o, belə deyim, Çinli qızlarla yox,
türk qızı ilə evləndi və Tonyukukla birlikdə dövləti ədalətli şəkildə idarə edirdilər. İltəris xaqandan sonra hakimiyyətə Qapağan xaqan gəlir. 692-716-cı illərdə. İltərisin oğlanları Bilgə və Kültigin az yaşlı olduğuna görə onun qardaşı Qapağan gəlmiş olur. Və Qapağan xaqanın dövründə qardaşı oğlanları Bilgə və Kültigin onunla birlikdə dövlətin idarə olunmasında iştirak edirdilər və təcrübə toplayırdılar nəticədə. Və Qapağan xaqanın dövründə 2-ci Göytürk dövləti daha da güclənmiş olur. Və nəhayət Bilgə xaqan gəlir. 716-734-cü illərdə hakimiyyətdə olur. O da, yəni qardaşı Kültigindən, eyni zamanda Tonyukukla birlikdə dövləti idarə edirdilər. Bilgə xaqanın dövrü 2-ci Göytürk dövlətinin ən yüksək inkişaf dövrüdür. Məsələn, 1-ci Göytürk dövlətində biz Muğan xaqanı dedik ki, ən qüdrətli dövrünü idi bu dövr. İndi isə deməli 2-ci Göytürkdə isə Bilgə xaqanın adını çəkmiş oluruq. Mərkəzi Asiyada olan türk tayfalarını Göytürk dövlətinə tabe etmiş oldu. Çin üzərinə uğurlu yürüşlər edildi. Baxın, bu da Muğan xanla oxşarlıq təşkil edir. Hər ikisi Çinə qarşı uğurlu yürüşlər edilibdir. İkinci Göytürk dövlətinin süqutunun səbəbləri nə idi? Tonyukuk, Kültigin və Bilgə xanın ölümündən sonra 8-ci əsrin 40-cı illərində dövlət zəifləməyə başladı və 744-cü ildə Uyğurların üsyanı ilə nəhayət dövlət süquta uğramış olur. Mövzumuz bu qədər.